Hə, deməli, o bu əvəzliyindən sonra vergül məsələsi. Bax, kitabda uşaqlar, əslində tam o qayda ödəmir. Tərifi belə deyirik də, o bu əvəzliyin mübtəda vəzifəsində çıxış edərsən. Ondan sonra baxırıq da vergül qoyaq, yoxsa qoymayaq. Təbii ki, o bu əvəzliyin təyin vəzifəsində çıxış edirsə, necə, nə cür, hansı sualına cavab verirsə, ümumiyyətlə vergül qoymayırsan, düşünmədən qoymayacaqsan. Amma mübtəda kimi çıxış edəndə, bu əslində bu tam ödəmir. Ən yaxşı qayda budur ki, o bu əvəzliyi kim, nə suallarından hər hansı birinə cavab verəndə artıq ondan sonra biz nə zaman vergül qoyacaq, nə zaman vergül qoymayacaq. Bunu nəyə görə deyirəm? Məsələn, ola bilər ki, kim və nə sualına cavab verən o bu əvəzliyi tərkibin içərisindədir. Mübtəda deyil də. Məsələn, belə bir cümlə verir. O şəhərə çatanda dostu ilə görüşdü. Dostu ilə görüşdü. Burada vergül qoya da bilərəm, qoymaya da bilərəm. Təbii ki, qoymuşamsa, deməli bu hansı əvəzlikdir? Şəxs əvəzliyidir. Burada mübtəda deyil. Nə etdik? Görüşdük. Kim? O. Kim ilə görüşdü? Dostu ilə nə zaman? O şəhərə çatanda. Əgər biz tərifin dalına düşsək ki, axı biz dedik mübtəda vəzifəsinə çıxışında, deməli tam ödəmir bu tərif. Ən yaxşısı nədir? Kim və nə sualların hər hansı birinə cavab verərdi. Əgər o bu əvəzliyi kim və nə sualının hansısa birinə cavab verir, özündən sonra, bax, bunların birinə cavab verir, özündən sonra isim, sifət, say, zərf, fe'li sifət, bu da köməkçi nitq hissələrindən hansılar çıxmalıyıq biz? Modal sözlər, bir daha hansılar çıxmalıyıq? Nidalar. Qalan hamısında nə olacaq? Vergül işarəsi qoyulmur. Onlarda isə modal söz niyə qoyulur uşaqlar? Əslində, o bunun vergülü deyil də. Biz modal sözündə nə dedik? Cümlənin əvvəlində gələndə özündən sonra, ortasında gələndə hər iki tərəfindən, sonunda gələndə ondan əvvəl. Məsələn, tutaq ki, deyirəm, o məncə imtahana hazırlaşır. Nə edir? Hazırlaşır ki, o. Buradakı bu vergüllər var. Bu onun və yaxud da ki, bunun vergülü deyil də. Bu nəyin vergülüdür? Fikrə münasibət bildirən məncə modal sözünün vergülüdür də. Sadəcə biz qayda olaraq deyirik ki, modal söz gələndə vergül işarəsi qoyuruq. Yəni bu istəyir modal sözü vergül olsun. Yəni əslində modal sözü vergülüdür, bu onun vergülü deyil. Vergül olmasa da yenə mənə pozulur. Vergül olmasa heç bir tərəfində artıq bunu iki cür düşünəbilir. Burada məncə sözü modal sözlükdən çıxır da. Modal sözdən əvəzlik plus qoşmaqda mən qədər imtahanı hazırlaşır. Yəni belə deyə bilərsən. Təbii ki, mən vergül qoymuşamsa sağda solda mütləq şəkildə. Nədir bu? Digər hallarda bəs nə zaman, burada vergül işarəsi qoyduq. Bəs nə zaman vergül işarəsi qoyulmayacaq? Kim və nə sualına cavab verən o bu əvəzliyi. Ondan sonra əvəzlik, feil, bir də digər köməkçi nitq hissələri hansılar qalır? Əvəzlik, feil, qoşma, bağlayıcı, bir də ədat gələndə vergül işarəsi qoyulmayacaq. Bəs bir də nə zaman vergül? Təbii ki, indi bu kimlə aidiyyət deyil də, o bu əvəzliyi təyin vəzifəsində çıxış edəndə, təyin ümumiyyətlə vergül işarəsi qoymayacaqsan. Məsələn, tutaq ki, o məktəbdə oxuyur, burada vergül qoyulmuşam. O məktəbdə oxuyur. Baxın, burada şərt nədir? Sənə əgər cümləni bu formada verir, mötərizədə veribsə, durğu işarəsi buraxılmışdır. Təbii ki, bu cümləni iki cür düşünə bilərsən. O məktəbdə oxuyur, kim o? Vergülü bərpa deyəsən. Bir də ki, filan kəs, əqli o məktəbdə oxuyur. Hansı məktəbdə oxuyur? Bunu da necə düşünəsən? İki cür düşünəcəksin. Yəni, işarə əvəzliyi kimi də düşünə bilərsən, şəxs əvəzliyi də düşünə bilərsən. Şəxs əvəzliyi kimi düşünəndə, mübtədəni əvəz edəndə vergül işarəsi qoyarsın, çünki isim dialoq ondan sonra. İşarə əvəzliyi kimi təyin vəzifəsində çıxış edib, sifət əvəz edəndə isə vergül işarəsi qoymayacaqsın.
Yəni bu qədər sadə. O əvəzliyində çətin bir şey yoxdur. Sadəcə nə fikir verməlisən, özün kim nə sualına cavab verən o bu əvəzliyi özündən sonra isim sifət, saizlər, feil sifət. Burada uşaqlar bütün feillərə aid edə bilməlidir. Yəni feil sifət orada istisnadır. Niyə istisnadır? Məsələn, burada deyirəm, o oxuyan uşaqlara qoşulmuşdur. Burada əgər sən feil sifət özündən sonra feil sifət gələndə vergül işarəsi qoymasan, sən buradakı onu iki cür düşünə bilərsən. O oxuyan uşaqlara qoşulmuşdu. Kim qoşulmuşdu? O. Bir də var, oxuyan bu da oxuyandı, o da oxuyandı, o da oxuyandı. İşarə edirsən də o oxuyan uşağa, o oxuyan uşağa, o oxuyan uşağa. Ona görə özündən sonra feil sifət gələndə, yəni bunu iki cür düşünürəm, mən təbii ki. Özündən sonra feil sifət gələndə vergül işarəsi qoymalısın. Mütləq şəkildə qoymalısın. Amma bunu iki cür düşünə bilərsən də bu cümlə. Aydındır. Başqa burada nə qaldı o bu əvəzliyində? Yenə bayaq dediyim məsələ, sən hansı cümləni demişdin? O binanın qarşısında dayanmışdı. O binanın qarşısında dayanmışdı. Nə edirsən burada? Vergül qoymayanda o yalnız təyin kimi işlənməsi məsələn. Yenə deyirəm, sənə bu cümlə verirsə, iki cür düşünülə bilən cümlə verirsə, təbii ki, bunu iki cür düşünməsi üçün sənə bir ipucu verməlidir ki, mötərizdə verir nə? Durğu işarəsi buraxılmışdır. Sən bunu iki cür düşünəcəksən. Durğu işarəsi çünki buraxılıb da. Bu cümləni iki cür düşünə bilərik. Necə? Vergülü bərpa etsək, kim o? Vergülü silsək, hansı binanın qarşısındadır o? Yox, sənə cümləni heç bir şərt qoymadan bu formada vermişsə, dayanmışdı filan kəs, Əli bəli, Pirvəli. Harada dayanmışdı? Binanın qarşısında, hansı binanın qarşısında? O binanın qarşısında bu cüsündə qəbul edilsin. Yəni səni yenə demək, cümlənin şərtindən asılıdır. Bəlkə də sənə bu formada verir, deyir təyin kimi düşün. Amma mötərizdə verirsə ki, durun işarəsi buraxılıb, iki cür düşünmək mümkündür. Sən bunu iki cür sintaktik təhlil edə bilərsən. Aydındır.